Deməli, burada birinci suala baxırıq. 18-ci əsrin ikinci yarısında İbrahim Xəlil xanın məlikliklərə qarşı mübarizəsi nəticəsində bilirik ki, Qarabağda məlikliklərin əsas məqsədi separatçılıq siyasəti idi. Həm Pənahəli xan, həm İbrahim Xəlil xan onlarla mübarizə aparıb. Nəticədə də təbii ki, xanlığı gücləndirməyə çalışıb. Yəni, burada uyğun cavabımız B variantı olur ki, İbrahim Xəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub, saxlayıb. İkinci sualımız. Birinci Rus-İran müharibəsinin gedişi dövrünə aiddir. Birinci Rus-İran müharibəsi 1804 iyun ayından 1813-cün oktyabr ayına qədərki dövrü əhatə eləyir. Aslandüz döyüşü bəli 1812-də aiddir. Rusların Lənkəran xanlığını işğal etməsi bəli 1812-nin dekabrı 13-cün yanvarına aiddir. Naxçıvan Ruslar tərəfindən tutulması xeyr. Naxçıvan Ruslar tərəfindən tutulsa da düzdür, amma orada möhkəmləməyiblər. Yəni bu tutulmaq getmir. Car Balakən Rusiya tərəfindən işğal edilməsi, bu Car Balakəndi, İllisudur, Samuqdur, Gəncədir, müharibədən əvvəldir. Gəncə xanlığının ləğv edilməsi də 1804-cü ilin yanvar ayındadır. Bu da müharibədən əvvəldir. Ona görə uyğun cavabımız D variantı. Üçüncü sual. Uyğunluq gözlənmişdir. Birinci Yezdegerdlə müttəfiqlik əlaqəsi saxlayırdı Urnayır. Xeyr. Urnayır müttəfiqi ikinci Şapur idi. Amid döyüşündə Bizans qoşunları. Amiddə Bizans yoxdur, Roma qoşunu var. Sasani şahı 1-ci Şapurla mübarizə aparıb Alban hökmdarı 1-ci Vaçe doğrudur. Dizrav döyüşünə itirilən torpaqları geri qaytarıb Urnayır. Xeyr, Dizravda Urnayır vəfat edib deyənə 371-də, 387-də torpaqlar qaytarılanda Urnayır artıq yox idi. Məzdəkiləri də yatırtan 1-ci Xosrov yox, Qubadda. Uyğun cavabınız C variantı. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanın neft sənayesi üçün səciyyəvidir. Neft mədənlərində kəndlərin məcburi əməyinin ləğvi. Bu 1864-dür, 20-ci əsr deyil. Elektrik və qaz motorları, bəli, 20-nin əvvəlində. Zərbə üsulu 1870-ci illərin sonudur deyənə bunu götürmürük. Neft yataqlarının ilk dəfə müzayiqəyə satışı 1872-dir. Bunu da götürmürük. Neft quyularının qazılmasına buxar mühərriklərindən istifadə, bəli, bunu götürürük. Yaranması desəydi 73-dür, amma istifadə 20-nin əvvəllərdə var idi. Ona görə də 1-5 düzgün cavabımız. Kür Araz mədəniyyəti üçün səciyyəvidir. Kür Araz mədəniyyəti erkən Tunc dövrüdür. Erkən Tunc dövrünə də aid olan xüsusiyyətimiz Ulu icma qəbili icması ilə əvəz olundu. Bu üst paleolitdir. Maldarlıq əsas məşğuliyyət sahələrindən birinə mezolitdən başlayıb. İlk əkinçilik vərdişləri mezolitdir. İnsanların dağətəyi yerlərdə bəli, köçəri həyatla əlaqədar, köçəri maldarlıqla əlaqədar olaraq maldarlar dağa çıxdı, əkinçilər isə ətəklərdə oturdu. İnsanların daş aləti cilalamağı, bu da neolit dövrüdür. Xronologiya. AXC-nin yaranması 1918-ci ilin mayının 28-i. Bakı Xalq Komissarlar Soveti 1918-in 25 apreli. Sentrokaspi diktaturası 1918-ci ilin 1 avqustu. Zaqafqaziya Komissarlığı da 1917-ci ilin noyabr ayında. Ona görə uyğun cavabımız 6-da C variantı olacaq. 4, 2, 1, 3. 1920 və 46-nı oxşadacağıq. Təbii ki, 20-ci ildə milli hökumət süqut olunub. 46-cı ildə də, yəni 20-də Xiyabaninin yaratdığı, 46-da Pişəvərinin yaratdığı hökumətin süqutudur. Əgər 20-45 versəydi, milli hökumətin yaranmasını götürərdik. 8. Qazan xan islahatları 1303-dən yadımızda saxlayırıq. Hülakilərin tərkibinə qatılması 1258. Cəlaləddinin Azərbaycana yürüşü də Xarəzmşah Cəlaləddinin deməli 1225-dir. Ona görə 8-də cavabımız gedir. 3, 2, 1. Qədim Albaniya 2-ci əsr, bu konkret Adriandır. 2-ci əsr yaddaşımıza vururuq Albaniya tarixində. Kür sahilində Pompey eradan əvvəl 66. Domisianın, Rom İmperatoru Domisianın adı 84-96 Qobustan kitabəsidir. 1-ci əsr. Antoninin başçılığı ilə qoşunlar eradan əvvəl 36-da gəliblər. Kanidi ilə Antoninin sərkərdəsi idi. Antoni özü də sərkərdə idi. Kanidi onun köməkçisi idi. Eradan əvvəl 36. Cavabımız C variantı. Qaraqoyunlu və Şirvanşahları oxşadırıq. Bayrat torpağı Monqollardadır. Osmanlılarla müharibə Qaraqoyunlu Osmanlıla dalaşmayıb. Venesiyadan sülh Ağqoyunluya aiddir. Elxanilərlə müqavilə Qaraqoyunlu Elxani görməyib. Bəli, Teymurlərlə müharibə oxşar cəhətdir.
Y variantı. 2002-ci ilin 24 avqustunda Azərbaycan Respublikasının konstitusiyası, bu konstitusiya uşaqlar istirahət deyil, amma cavab burada baş nazirdir. 12. 3-cü Mənçöhrün fəaliyyət dövrünün səciyyəvi cəhətləri. Biz bilirik ki, 3-cü Mənçöhr Şirvanşahlarının hökmdarı idi. 1120-1160, 4-cü Davidlə yaxınlaşmışdı, Səlcuqlarla uzaqlaşmışdı. Cavabımız da burada təbii ki, elə İraq Səlcuq imperatorluğuna xərac verməyi dayandırır. Ona görə də 1123-də İraq Səlcuq Sultanı Mahmud bura hücum eləyir və məğlub olub geri qayıtır. Cavab variantı. Şəddadilərə aiddir. Araz çayı üzərində Xudafərin, bəli, 1027. Paytaxtı Ərdəbil, Təbriz, bundan bir dənə paytaxtı var, Gəncə. Bizans Erməni, bəli, Bizans Ermənindən dalaşıb. Sülalənin banisi Fəzil ibn Məhəmməd yox, Məhəmməd ibn Şəddaddır sülalənin banisi. Dövlətin banisi isə Ləşkərəli idi. Arazdan cənubda deyil, Şəddadidən Şirvanşah, ikisi də şimaldadır. Cavabımız 1-3-Y variantı. Səfəvi dövləti 17-nin ortaları. İri torpaq sahibi olan ruhanilər feodal zümrəsinin 3-cü qrupa, xeyl, ruhanilər 2-ci qrupdaydı. Hərbi əyanlar 1-ci qrupda, bəli, cavabımız B variantıdır. Mülki əyanlar 2-ci yox, 3-cü qrupdaydı. Deməli, 1-də dururdu hərbi əyan olan qızılbaşlar, 2-də dururdu şiə ruhanilər, 3-də dururdu mülki əyanlar. Şah 2-ci Təhmasibin dövləti idarə etməsi 17-də Təhmasib yoxdur, 18-dir, 1722-32. Bəylər şahın əmri ilə hərbi yürüşlərdə iştirak etməyə başlaması bu Şah İsmaildən başlayıb. Mövcud olması olsaydı olardı. Ona görə də uyğun cavabımız B variantı. 14-15-ci əsrlərdə inşa edilən memarlıq abidələrindən danışırıq. Deməli, Abşeronda Nardaran qalasıdır. Hülakilərin dövrünü əhatə eləyəcək. 13-14 belə. Təbrizdə 85-dəki 1483 Yaqub Padşahın dövrüdür. 2-3. Gülüstan qalası Eldənzilən dövrüdə 12-ci əsr. Təbrizdə Şəkidə Xan Sarayda adı üstündə xanlıqlar dövrüdür. 1859-da mərkəzi dəyişdirilmiş quberniya Şamaxıdır, çünki zəlzələ olub köçüb Bakıya, söhbət 2-dən gedir. 19-un ortalarında Cənubi Azərbaycanda yarım köçəri həyat sürən elatlar idi, onlara verilən torpaqlar da ilatə hesab olunurdu. SSR-də yeni iqtisadi siyasət, baxaq aşağıda yeni iqtisadi siyasətə aid nə var? Ümumi əmək bu kollektivləşmədir, bunu sildim. Taxıl ticarətinin inhisara alınması, bu hərbi kommunizmdir. Ərzaq sapalığı, bu da hərbi kommunizmdir. Kartoçka, bu da hərbi kommunizmdir. Bəli, ərzaq vergisindən gedir söhbət, Y variantı. 1999-un noyabrı. Heydər Əliyev ikinci dəfə prezident seçilib 1998-də. Azərbaycan Respublikası UNESCO-nun əməkdaşlıq eləməyə başlayıb 1996-da. Kitab Dədə Qorqudun 1300 illik yubileyi 2000-ci ildədir. İlk dəfə bələdiyyə seçkiləri 1999-un noyabrıdır. Bəli, cavabımız D variantıdır. Bakı, Tbilisi, Ceyhan isə 99-un dekabr ayıdır. Ona görə yanlış cavabımız, düzgün cavabımız 19-da D variantıdır. Yox, üzr istəyirəm uşaqlar, 19-da Y variantı daha doğrusu. Noyabrda Bakı, Tbilisi, Ceyhan'da, dekabrda bələdiyyə seçkiləridir. Yerin qarışıq dedim sizə. Bələdiyyə seçkiləri 99-un dekabrıdır. Bakı, Tbilisi, Ceyhan isə noyabrı idi. Cavabımız Y variantı. 20. 17-ci əsrin ikinci yarısında Qarabağ və Şirvan bu köhnə testlərdəndir deyənə. Məlik titulu daşıyırdı. Elə bir ki, o hakim təbəqənin 3-cü yerində duran digər yerli məmurlar, onlar məlik titulu daşıyırdı. Ən çox da Qarabağ və Şəkidə idi. 7-ci əsrin 40-cı illərində baş vermiş Bələncər döyüşləri, söhbət gedir 643-dən. Ərəb ordusu Xürrəmi, Xürrəmilər yoxdur 7-də. Ərəb ordusu Xürrəmi, yerində Xürrəmilər yoxdur, yerində Xürrəmi yoxdur, ABC-ni silirəm. Qalıram D-nin arasında. Xilafət ordusunun Dərbənddən şimala ilk hücumu uğurla nəticələndi. Burada uğursuzluqla nəticələndi yazılmalıydı. İndi texniki səhvə görə uğurla yazılıb. Xəzərlər Əməvi qoşunlarını məğlub etdi. Əməvi yox, Xəzərlər xəlifələri məğlub elədi. Çünki 643-də xəlifələr idi. İndi burada hər ikisinə D-də də Y-də də bir texniki səhv olub. Mən elə başa düşürəm ki, ya D-di, ya Y-di, amma D çox ehtimal ki, uğurla, uğursuzluqla belə olardı. Və yaxud da ki, Əməvinin yerinə xəlifə yazsaydı, Y-də düz çıxmış olardı. Yəni D-Y-də texniki səhvlər düzəldilsə. Birinci Dünya müharibəsi dövründə Müqəddəs Georg ordeni, bu testimizdə də bir texniki səhv var. Müqəddəs Georg ordeni, bəli, Birinci Dünyada var. Özü orden verilib. İlk Azərbaycan təyyarəçisi Fərrux Ağa Qayıbova. Sadəcə burada yerlərində 2-ci Dünya müharibəsinin adları yazılıb. Burada da indi kimi demək istəyibsə, yəni bilmirik də. 2-ci Dünyada Müqəddəs Georgi söhbəti yoxdur. Müqəddəs Georgi söhbəti 1-ci Dünyada da silah,
Georgi silahı Səmədə verilib, orden də Qayıbova verilib. Burada nə yazmaq istəyibsə də. 23. Ağqoyunlu qüvvələr Osmanlılar arasında ilk döyüş bu Qoylisardır 1461-də. Əgər Ağqoyunlu dövləti ilə desəydi, biz bunu Beyşəhir götürərdik, yəni Beyni götürərdik. Amma sadəcə Ağqoyunlarla desə Qoylisarı götürürük. 24-cü. Deməli, 716-cı ildə Assur hökmdarı 2-ci Sarqon Mannaya niyə gəlib? Mannaya gəlişinin səbəbi ulusun ittifaqı pozması idi də, bu açıq şəkildə bilirik ki, ittifaqı pozduğu üçün gəlmişdi. Sonra orada 22 uşaqlar bir dənə qayıdış eləyə görə əslində 1-ci Dünya müharibəsində biz keçmirik. Teymur Novruzov var idi, Tərlan var idi. Onlar da müqəddəs Georgi ordeni alıblar. İndi ağlıma nəsə gəlir orada. Deyini götürək üçün Qafur Məmmədovdur. Bu 2-ci dünyada da ilk Sovet İttifaqı qəhrəmanı adını alan. İsmail Əliyevdir. Bu da 2-ci dünyadır. Mehdi Hüseynzadə 2-ci dünyadır. İsrafil Məmmədovdur. İsrafil Məmmədov ilk Sovet İttifaqı qəhrəmanı adına alandı. Qafur Məmmədov isə Tuapse uğrunda gedən döyüşlərdə qalib gələndi. Orada Teymur Novruzovu götürəcək uşaqlar. D variantı. Bu biraz köhnə testdir. Gərək adam biraz düşünsün bunu. Teymur Novruzovda D-dir. 22-də D olacaq. 24-də də cavabımız A variantıdır. 25-ci sual. 18-ci əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatı xanlıqlar dövrüdür. Xanlıqların dövrdə nədir? Bərbad. Aid deyildirsə, ümumi bazar yoxdur. Əksər vergilər pulla ödənişi, bu da yoxdur. Feodal dağınıqlıqdır, düz deyir. İcma torpaq hər zaman var, düz deyir. Natural təsərrüfat var, dağınıqlıqdır, düz deyir. Kapitalizmdə yoxdur. Yəni 1, 2, 6-dır 25-də. Deməli, bu qədər.